Paytaxtda iki ünvanda cinayət hadisəsi törədilib. Binəqədi rayonunda qayın kürəkənini, Sabunçuda isə qaynata öz gəlinini qətlə yetirib. Dəhşətlisi isə odur ki, Binəqədi rayonunda cinayət hadisəsinin baş verdiyi ailənin evində bugün toy olacaqmış. Toya hazırlaşılırdı. Yəni bugün toy olmalı. Toydakı beləncə faciə ilə yekunlaşdı. Binəqədi rayonunda ağır cinayət hadisəsi törədilib. Toya hazırlaşan ailənin evində qətl törədilib. Kürəkən öz qayını tərəfindən öldürülüb. Hadisə 28 may qəsəbəsində fərdi evlərdən birində baş verib. Bugün bu həyətdə toy mağarı qurulacaqdı. Ancaq toy mağarını yas çadırı əvəzlədi. Çünki toy olacaq şəxsin qardaşı öz kürəkənini bıçaqlayaraq qətl yetirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə toydan bir gün əvvəl təşkil olunan məclisdə hadisəni törədən 30 yaşlı Taleh Qurbanov içki qəbul edib. Səbəb içki, insanlara bəla yaradan içki. Həriyə bir formada təsir edir belə. Daha sonra hələlik bilinməyən səbəbdən o öz kürəkəni 37 yaşlı Qəlbinur Məmmədovla mübahisə edib. Daha sonra tərəflər arasında böyük dava olub. Birinci bir-birlərini söydülər. Sonra burada əmilər aralayırdı. Sonra bunlar aralamaq, sonra dalaşdılar. Əmi o içən adamı apardı o tərəfə. Ondan sonra sönəmə dalaşdığını gördüm. Ortada baş verən bir anlaşılmamazlıq nəticəsində bir cinayət işlənib. Yəni burada heç bir keçmişdən bir düşmənçilik, çünki bu adamların həyəti qonşudur. Aralarında hasar da yoxdur. Yəni bunların toya da hazırlıq mən gələndə bir yerdə işləyib həyəti yığışına baxırdılar ki, qonaqları qarşılamaq. Taleh Qəlbinura bir neçə bıçaq zərbəsi vuraraq onun həyatına son qoyub. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Cinayət hadisəsində istintaq üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb. Taleh hadisədən sonra polisə özü könüllü təslim olub. Hadisəni törətdikdən dərhal sonra gedib özü hüquq mühafizə orqanlarına təslim olub. Ötən gün Sabunçu rayonunda da qətl törədilib. Hadisə Ramana qəsəbəsi Tural Əsgərli küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Qaynata 60 yaşlı Adgözəl Məmmədov 29 yaşlı gəlini Gülzar Məmmədovu sağlayaraq öldürüb. İşləmə görə uşağı da var, qaynanası ilə qalırmış. Polisin yanında gördüm elə uzanmış şeyin içərisində adına Ülifdə. Ta indi nə səbəbətən olub, niyə görə olub onu bilmədim. Qətlin dəqiq təfərrüatları məlum olmasa da qaynata gəlini yaşadıkları binanın liftində bıçaqlayıb. Liftə öldürülüb, elə eşitmişəm. Hadisənin ailə münaqişəsi zəminində törədildiyi deyilir. Öz gəlinini öldürməkdə şübhəli bilinən Adgözəl Məmmədov Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.